الحمد لله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونتوب إليه والصلاة والسلام على رسولنا محمد وعلى آله وأصحابه وأهل بيته أجمعين ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن سيدنا محمدا عبده ورسوله أما بعد فيا عباد الله اتقوا الله واطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم واعبد ربك حتى يأتيك اليقين صدق الله العظيم. Möhtərəm möminlər, oxuduğum ayədə Allah Teala buyurur, sənə ölüm gələnə qədər Rəbbinə ibadət et. Rasulullah sallallahu aleyhi və səlləm bir hədisində isə belə buyurur, qiyamət günündə oruc və Qur'an qul üçün şəfaətçi olurlar. Oruc, ey Rəbbim, mən onun yeməyinə və şəhvətinə əngəl oldum, mənə onun üçün şəfaət səlahiyyəti ver. Qur'an da, mən də tilavətlə məşğul edərək onun gecə yatmasına əngəl oldum. Onun üçün mənə şəfaət səlahiyyəti ver, deyər və şəfaət edərlər. Əziz qardaşlar, bugün Ramazan ayının son cüməsidir. Fəzilət və bərəkəti ilə həyatımıza maddi və mənəvi həyəcan gətirən və Qur'an-ı Kərimin nüzuluna şahid olan bu günlər də artıq sona çatır. Bir qala kimi sığındığımız, bizi əhatə edib qoruyan və cəhənnəm ateşinə qarşı pərdə olan Ramazan ayı ilə vidalaşırıq. Bir daha görüşməyə kimin ömrünün vəfa edəcəyini və bu bərəkətli aydan kimlərin faydalanacağını bilməyirik. Möhtərəm müsəlmanlar, Ramazan qulluq vəzifəsinin ən qızğın yaşandığı zaman bölümüdür. Ramazan nəfslərin təmizlənməsi, ruhların paklanması ayıdır. Bu aydan sonra Ramazan ab-havası olmasa belə mükəlləf olduğumuz qulluq və vəzifələrimizi unutmamalıyıq. Ramazanda qazandığımız gözəl davranışları, əda etdiyimiz ibadətləri və İslami prinsiplərə bağlı olan insani münasibət və xüsusiyyətlərimizi qoruyub saxlamalıyıq. Fərdi və ictimai huzurumuzun qayəsi bunlardır. Ramazanda olduğu kimi səxavətli, yardımsevər, yumuşaq xasiyyətli, gülər üz, fədakar, ibadət əhli, günahlardan qorunan, xeyir və savaba can atan mömin olmalıyıq. Bu həyat davam etdikcə mömin olmaqdan, Rəbbimizə qulluqdan vaz keçmədiyimiz üçün müqəddəs kitabımızın işıqlandırdığı yolda, doğru istiqamətdə, Mövlamızın rızasına uyğun yaşamağa davam etməliyik. Allah Teala'ya qul, Resulullah'a ümmət olmağımızı unutmayaq. Gözəli çirkindən, doğrunu yanlışdan, imanı küfürdən ayırt etmək bəsirətini bizə bəxş edən və bu ayda çox oxuduğumuz Allahın kəlamı daimən bizə rəhbər olmalıdır. Onu unutduğumuzda inancın və həyatın maddi, mənəvi gözəlliklərini itirəcəyimizi də əsla yadımızdan çıxarmayaq. Əziz qardaşlar, vəzifə və məsuliyyətimiz Ramazanın bitməsi ilə sona çatmayacaqdır. Həyatımız boyu məsul olduğumuz ibadətlərimiz və yan yörəmizdə yardıma ehtiyacı olan insanlar olacaqdır. Bundan başqa bizim səbrimizi daşıdan mübahisələr, münaqişələr, bir-birimizi əsəbləşdirəcək davranışlarımız və yanlışlarımız da ola bilər. Bu cür problemləri necə ki Ramazanda səbr və sükunətlə qarşılamışdıq, yenə də bu cür davam edək. Salamlaşmağa, bir-birimizə dua etməyə, dostluq münasibətlərini qurmağa, küsürlüyü ortadan qaldırmağa davam edək. İnsanlıq var olduqca yaxşılıq və pislik də var olacaqdır. Müqəddəs kitabımızın göstərdiyi yolu tutaraq, salih əməllərimizi çoxaldaq və çirkinlikləri aradan qaldıraq. Unutmayaq ki, cənnət neymətləri asanlıqla əldə oluna bilməz. Həyatın böhranlıqlarına, çətinliklərinə qarşı həmd olsun əlimizdə Qur'an kimi misli olmayan kitab, Resulullah kimi kamil bir rəhbər var. Bu iki neymətin qiymətini bilib, gözəl bir şəkildə dəyərləndirməyimizdə də qarşımıza çıxacaq sıxıntıların öhdəsindən gəlmək asan olacaqdır. Möhtərəm möminlər,
Bayram günü kasıblı, zənginli, böyüklü, kiçikli cəmiyyətimizin hər fərdinin iştirak edəcəyi bir günü yaşayacağıq. Bu sevinç günü sadəcə oruc ayının bitdiyi gün deyil, eyni zamanda yardımlaşmanın, cəmləşmənin, birlik bərabərliyin, insani vəzifələrimizi yerinə yetirmənin sevincini paylaşdığımız gün olacaqdır. Bərəkətli bir mövsümü müvəffəqiyyətlə tamamlamağımızın həzini yaşayacağıq. Dünyamızı Ramazan kimi yaşayaq ki, ahirətimiz də bayram olsun inşallah. Rəbbimiz bizlərə rızasına layiq əməllər nəsib edib, huzurunda şad və bəxtiyar olan qullardan eləsin. Bizi doğru yoldan ayırmasın. Allah'ım, bizləri bu mübarək ayda əfv elə. Ya Rəbbi, bu saat dünyanın bütün yerlərində, xüsusən Suriyada, Fələstində, İraqda, Arakanda, Şərqi Türkistanda və digər ölkələrdə zülmə məruz qalan qardaş və bacılarımıza yardım elə ya Rəbbim. Onlara əziyyət edən zalimlara imkan vermə ya Rəbbim. Allah'ım, bu Ramazan ayında tuttuğumuz oruçlarımızı, qıldığımız təravihlərimizi, verdiyimiz ehsanları, etdiyimiz duaları və zikirləri məqbul elə ya Rəbbim. Bizləri rəhmətindən, məğfirətindən, bərəkətindən ayırma ya Rəbbim. Amin və selamun aleyhi mürsəlin və elhamdülillahi rabbil alemin. Əla innə əhsənəl kəlam və əbləğən nizam kəlamullahi məlikil azizil allam kəma qaləllah təbarəkə və teala fi kəlam və izə qurəl Qur'an fəstəmilləh və ansitu ləalləkum turhamun. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnetine indallahil islam. Sadakallahul azim.